Gələn həftə parlaq zəkada baxın. Birinci veriliş olaraq bu cür gözəl və ecazkar mövzuya biganə qala bilməzdik. Ona görə də mövzunu elan edirəm. İtalyan operaları. Zəkaların iddialı çıxışları. 4-1 final mənim yolumu gözləyir. Zəka meydanında qalib gəlməmiş, geri çəkilməyi düşünmürəm. Rəqiblərimə və özümə uğurlar arzulayıram. Ümid edirəm bugün qalib gələcəm. Gürultulu alqışlara kim layiq oldu? Cavab Corrozo idi. Corrozo? Kimdir bu Corrozo? Corrozo opera treneri olmuşdu. Bəs burada violonçeldən söhbət gedir axı. Bəlkə başqa bir şəxsin adını çəkəsi Şamil. Başqa bir şəxs haqqında məlumatım yox. Zəkalarımızın sevinci və məyusluğu. Cavabı istəyim, buyurun. Cavab? Cavab Toska deyəcəm. Toska. Bir oxşarlıq tapa bilirsiniz? Yəni Toskada da orada sonluqda özünü atmaq istəyirdi. Arzu olunan sözü eşitmək kimə qismət olacaq? İbrahim, sən ki indi yıxılacaqsınız. Məndə belə bir təsəvvür yaranır. Sualı anladınız? Anladım. Parlaq zəkanın növbəti mərhələsində kimi görəcəyik? Bazar günü saat 11-də.